Bəzən fikirləşsəm mən niyə bu ölkədə doğuldum? Mən niyə gəncliyimi tam yaşaya bilmirəm? Buradakı problem nədir? Problem min il əsirlikdə yaşayan xalqın azadlığa öyrəşə bilməməsidir. Buna görə hələ də dirisi ilə, rusca, ölüsü ilə ərəbcə danışır. Buna görə qoca nəsildən tez-tez Sovetin vaxtı sözünü eşidirsən. Millət psixoloji olaraq əsirliyə o cür öyrəşib ki, sevməyə başlayıb, özünü itirib, iyrənc və qaranlıq qul düşüncə tərzinə qapılıb. Birinci problem budur. Bəs Bəli, mən də bilirəm, bəzi şeylər dəyişməlidir, amma bil ki, psixoloji iyrəncliyə çökmüş milləti siyasətlə qurtarmırlar. Daha mühüm şans düşüb əlimizə. Son 30 illik azadlıq dövründə gələn hər nəslin tək ideyası var idi. Qarabağ. Ancaq bu problem artıq həll olundu və ideoloji yük geridə qoyuldu. Buna paralel olaraq isə yeni nəsil gəldi. Biz gəldik. Potensialın nəsli. Həllin başlanğıcı olan mənəvi aydınlığa gətirə biləcək nəsil. Düşünən nəsil. Millət düşünməyi sevmədikcə addımların hər biri geriyədir. Həll inqilabda deyil, ilkin olaraq düşüncə dəyişikliyindədir. İyrənc dib və qeybətistandan incəsənət, azad düşüncə və elmin Azərbaycanına addım atmaqdadır. Kim nə deyirdisə, mən bizim nəsildə bu böyük potensialı görürəm. Biz həmin nəslik. Bundan qorxma, buna inan. Amma yenə də bilirəm ki, hamımızın ağlının bir ucunda gedib bir də gəlməməyi fikri var. Qərar sənindir. Hər bir halda qərarından da qorxma. Çünki tək həqiqət yaşamaqdır, qorxmadan yaşamaq. Sən qorxmadan yaşa ki, o da yaşasın. Üç rəngli bayrağı ilə məsud yaşasın.